İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulması, burada həyatın bərpası və sakinlərin doğma yurdlarına qayıdışı prosesi sürətlənib. Bugün Ağdərənin Suqovuşan kəndinə növbəti köç baş tutub. 174 nəfərdən ibarət 53 ailə artıq kəndə çatıb. Onlara mənzillərin açarları təqdim olunub. Əməkdaşımız Elnur Tofiq Suqovuşandan xəbər verir. Məlumat üçün bildirmək istəyirəm ki, ümumilikdə ərazidə 190 mənzili özünə birləşdirən binalar inşa olunub və bütün binalarının zəmin qatında avtoparking inşa olunub. Həmçinin yaşayış kompleksinin mərkəzində uşaq əyləncə meydançası, mini futbol stadionu, söhbətgahlar, yəni bunlar bütün hamısı yaradılıb və əsas məqam isə mənzillərin necə olması ilə bağlıdır. Yəni burada lazım olan bütün zəruri infrastruktur yaradılıb. Həm elektrik enerjisi, internet, içməli su, yəni bütün bunların hamısı yaradılıb. Yaşayış kompleksində mənzillər 1, 2, 3 və 4 otaqlı olaraq layihələndirilib.